Hamıya salam. Bugün yenə sizin üçün bir vlogla gəlmişəm. Gördüyünüz kimi Emil yenə həmişəki kimi nəsə bişirir. No. Hey. Bada isti. Hey. Həm də gördüyünüz kimi ancaq bişirmir və həm də oxuyur. Emil çox xoşlayır rəqs eləməyi və oxumağı. Biz isə Aladin bişiririk. Hacı mama diyor havuç büyücük. Tamam. Və burada isə mən günorta yeməyini bişirirəm və istəyirəm ki, sobada toyuq bişirim. Toyuğu iki yerə belə böləcəm və tabaka bişirən kimi, amma sobada. Belə böləcəm və onu biz öz aramızda deyirik ki, şpaqata qoyurum. Şpaqat açacaq bu toyuq və şpaqatda sobada bişəcək. Bunu qoyacağım sobadakı setkanın üstünə. Altına isə proteində kartoşka qoyacağım. Bunu belə edirik ki, toyuqdan tökülən yağlar hamısı elə bil ki, kartofun üstünə töküləcək və daha da dadlı olur. Əslində bu resepti bacımdan öyrənmişəm. Bacım çox xoşlayır bunu bişirməyi. Bunun ancaq bir çox böyük mənfi cəhəti var ki, sobanın içi bütün yağ sıçrayır və bundan sonra mütləq sobanı yumaq lazımdır. Çünki orada yeni bir nəsə bişirsən, bundan sonra o yağlar yanıb sobaya tam yapışır. Ona görə bunu bişirdikdən sonra mütləq sobanı yığışdırmaq lazımdır və mən də elə elədim. İnanmazsınız, çox dadlı olsa da bundan sonra 1 saatlıq işimiz ola bilər. Üstünə istədiyiniz ədviyyatlar, duz, istiot və hərdən kim istəyir mayonez, ketçup belə şeylər də sürtmək olar. Amma mən bu dəfə ancaq duz elədim və acılı sousum var idi. O sousla üstündən biraz onu da sürtdüm və ona görə daha başqa heç nə vurmadım. Çünki bunda həm istiot var, həm də ketçup. Elə bil ki, bunda ikisi birindədir deyənə bunu vurdum və bununla çox dadlı olur. Amma əvvəlcədən marinə edib saxlasaz, sabah eləsəz ya da məsəl üçün günorta marinadda eləsəz, axşama daha dadlı, daha da ədviyyatları hamısını toyuq özünə çəkmiş olar və daha da dadlı olar. Dediyim kimi toyuğu kartoşka ilə bişirmək istirdim. Ona görə də bir neçə kartoşka götürüb onları da belə doğrayıram samanvari və qoyuram toyuğun altında proteinlə. Kartoşkaya ancaq duz əlavə etdim. Və sobada dediyim kimi üstündən toyuğu qoyuram, altına isə kartoşkanı qoymuşam. Gördüyünüz kimi toyuq çox gözəl qızarıb, üstündəki qabığı xırçıldayırdı. Və bugün xaladilniki yumaq qərara gəldim. Çoxdandır xaladilniki yumurdum, təmizləmirdim. Əslində mən hər nəyisə qoyanda, götürəndə təmizləyirəm. Amma ki, belə hamısını çıxardıb, qəşəng yuyub təmizləməyi çoxdandır etməmişdim. Ona görə bugün bu qərara gəldim ki, xaladilniki də qəşəng yuyum, təmizləyim və hər şeyi ora tezdən qoyum.
Və gördüyünüz bu birinci polkadakılar soyevi sousdur. Onlar suşla gəlib və hamısı belə qalıb. Onları hər dəfə yavaş-yavaş istifadə edirəm. Ona görə hamısı burada qalıb. İndi onları çəkib qırağa istəyirəm. Bu birinci polkanı silim. Sonra bura təmizlik edəndən sonra əşyaları tezdən qoyum. Ən xoşum gəlmədiyi bir şey soyuducuda çoxlu bankalar olandadır. Amma havalar isti olarkən onları balkonda saxlamaq olmur. Ona görə çoxsu olur soyuducuda və bəzi şeylər var ki, hansını hər gün istifadə edirsən və çarəsiz onları soyuducuda saxlayırsan. Amma mənə elə gəlir ki, ən çox yer tutan hələ bu bankalardır soyuducuda və ən belə dağınıq göstərən də onlardır. Amma indi çalışacağım ki, biraz heç olmasa səliqəli görünsün. Yenə də bunları hər şeyi silirəm, polkaları. Yumurtalar məndə yuxarıdaydı. Onları da istəyirəm ki, aşağı yerləşdirim ki, uşaqların da əli çatsın istəyəndə və həm də ki, çox istifadə olunan bir şeydir. Amma yuxarı mən istəyirəm bu dərmanları qoyum yuxarı. Çoxsu bunlardan şamdır. Bilmirəm sizdə də varmı belə xaladelnikdə çoxlu dərman. Çünki elə dərmanlar var ki, onları ancaq soyuq yerdə saxlamaq lazımdır. Onları həmişə soyuducuda saxlayıram. Əsas da çoxsu şamlardır. Yumurtaları dediyim kimi aşağı polkada qoyuram qapıda. Əslində indi bir neçə mərtəbəli yumurta üçün orqanayzerlər var. Amma almaq istəyirəm hər dəfə. Bilmirəm alınmı, almayımı və nə qədər onlar praktik olaraq köməkli edir və nə qədər onlar rahat bir şeydir istifadədə. Ona görə bilmirəm alınmı, almayımı. Kim istifadə edirsə, zəhmət olmasa rəylərdə yazın. Alınmı belə bir şey və xoşunuza gəlirmi istifadədə belə bir orqanayzer. Bilmirəm sizdə necə, amma bizdə Novruz bayramında bişirilmiş hələ qoğallar qalıb. Əsasən də şor qoğallar qalıb və biraz da paxlava qalıb. Onları da qoyuram soyuducuda saxlayıram və hər istəyəndə mikrodalğada onları isidib yeyirik. Onda çox yumuşaq və ətirli yepyeni olur. Biraz düşdüm aşağıdan, bazarlıq etdim. İstəyirəm onları da göstərim sizə nələr almışam. Bilmirəm sizdə necə, bizdə meyvə çox xoşlanır, uşaqlar onları çox yeyir. Amma mütləq mən onları gərək kəsim, qabaqlarına qoyum ki, onlar yesin. Və bir neçə şey almışam ki, hansılar ki, gündəlik işlənilir. Mənim bu balaca Emilim, mən hardayamsa mütləq orada oynamalıdır. Mən getsəm qonaq otağına, bütün iqruşkalarını da yığıb gəlir dalımca. Mən getsəm mətbəxə, bütün oyuncaqlarını da yığıb gəlir mətbəxdə. Gördüyünüz kimi bütün stolun üstü onun oyuncaqlarıdır və bəzi şeylər var ki, hansı əslində stolda olmalı bir şeylərdir. Onları indi yığışdıracağam və stolda ancaq Emilin oyuncaqlarını saxlayacağam. İndi isə bu qaça-qaçda bir stəkan çay içmək istəyirik və ona görə qəfədanı qoydum qaynamağa. Mən isə bu arada meyvələri yuyuram. Dediyim kimi uşaqlara meyvələri birdən soyuducuda qoysam ya da balkonda qoysam özləri götürüb yeməyəcəklər. Ona görə mütləq onları yuyub meyvə qablarında, stolun üstündə ya da belə kuxnya stoleshnitsasının üstündə qoymalıyam ki, onlar özləri götürüb istədiyi vaxt görsünlər ki, götürsünlər və yesinlər. Biz isə nəhayət ki, çay içirik.
və bu arada bizdə bacım qızım gəlmişdi və o mənə hər şeyi etməyə burada kömək edirdi. Çünki mənim qızım 9-cu sinif olduğundan çox vaxtı evdə olmur və müəllim yanına gedir və ona görə arada evdə olmur. Bacım qızım belə gəlir. O çox xoşlayır bizə gəlməyə. Ona görə o mənə çox köməklik edir. Çay içəndən sonra biz salat düzəltməyə qərara gəldik. Axşama nəsə bişirmək lazımdır. Ona görə salat hamımız çox xoşlayırıq və istəyirəm nəsə bişirim və yanında salat da verim. Salata mən deməli biber qatıram. Rəngarəng olsun deyə də mən qırmızı və sarı biberləri aldım və onları qatacağam. Bir də bura lobya qatmaq lazımdır. Əgər evinizdə lobya varsa, qaynadıb, soyudub onu da qatmaq olar. Məndə əslində var idi, amma tez olsun deyənə mən konserv olunmuş lobya götürdüm və konserv olunmuş qarğıdalı. Onları da qatıram. Sonra da duzlu xiyar. Bunu da bura qatırıq. Üzərinə fındıq ya da qoz. Məndə evdə fındıq olduğundan mən çox vaxtı hansısa salatlarda, hardasa qoz əlavə etdiyilibsə, məndə çox vaxt evdə fındıq olur. Ona görə öz bağımızdan olduğuna görə mən onu qatıram. Bir də göyərti qatmaq lazımdır. Göyərtiləri mən indi aldığıma görə onları da yuyuram, təmizləyirəm. Sonra da burada məndə deməli şüyüd, keşniş, petruşka. Siz əslində bura həm soğan, həm də biraz sarımsaq da əlavə edə bilərsiniz və çox dadlı olar. Sadəcə olaraq bizdə hamımız çox vaxtı işə gedirik, dərsə gedirik. Ona görə alınmır. Ancaq altı bazar sarımsaq yeyə bilərik. Bir də soğan da elə. Ona görə mən bu dəfə qatmadım. Ancaq dediyim kimi şüyüd, keşniş və petruşka qatdım. Amma inandırım sizə, əgər sizdə imkan varsa ki, sarımsaq, soğan yeyəsiniz, onları da qatsaydınız daha da dadlı olardı. Ən axırda da bura mən yağ tökürəm. Zeytun yağı tökə bilərsiniz və qarışdırırsınız. Olur çox dadlı bir salat. Əslində bunun içində duzlu xiyar olduğundan mən heç duz qatmadım. Amma yenə də kimsə daha duzlu istəyirsə, biraz duz qata bilər və istiot da qata bilərsiniz. Olacaq çox dadlı. Bugünə bu qədər. Ümid edirəm ki, vlog sizin xoşunuza gəldi. İnşallah gələn görüşlərədək abunə olmağı unutmayın. Hər kəsə baxdığınız üçün çox sağ olun.